Bugünkü webinarımızın mövzusu sosial mediaya sıfırdan başlayanların ən çox etdiyi səhvlər olacaq. Amma burada elə səhvlər var ki, nəinki sıfırdan başlayanlar, hətta artıq müəyyən bir mərhələyə gəlib çatan insanlar belə bu səhvləri eləyirlər. Birinci səhvimiz nədir? Çox ümumiləşdirməkdir bu sahəni. SMM. SMM sözüm biraz açaq. Yəni mən getdim sabah hansısa bir kursda öyrəndim bu sahəni. Bildim, tamam, SMM kursudur, SMM müəllimidir. SMM proqramıdır. Nə olacam mən? Kim olacam? Nə kimi gedib işləyə bilərəm? Hansı sahələrə bölünür bu ixtisaslar? Gəlin biraz bunu açaq. Məsələn, siz bu sahəyə başlayıb öyrənib, ola bilər siz yaxşı mobiloqraf. Bu aralar hardasa son bir ildə daha çox mobiloqrafiyaya ümumiyyətlə tələbat çox yüksək səviyyədədir. Artıq hər bir sosial media ilə məşğul olan insanın məncə bilməsi gərəkən bir bacarıqdır. Açıram, baxıram vakansiyalara. O gün bizim məzunlar qrupuna bir neçə həftə bundan əvvəl bir 40 dənə vakansiya tapıb göndərmişəm. Mən tez-tez məşğul oluram belə məzunları atıb ora getmirik. Biz onlarla davamlı məşğul oluruq. Nəsə 40 dənə vakansiya göndərmişəm. Hamısında bir-bir tələblərini oxuyub filtrimdən keçirib göndərirəm. Görürəm ki, 40 vakansiyanın bəlkə bir 30'unda belə bir tələb var. Gözləyirlər ki, bir adam götürək, yaxşı çəkilişi də bacarsın, montajı da, kontent yaratmağı da, reklamı da. Yəni bu artıq bizim doğrudan sahib olmamız gərəkən öncəlikli bir bacarıqlardan biri olması gərəkdir. Sonra nə ola bilərsiniz? Yaxşı content manager ola bilərsiniz. İstənilən halda onsuz da kontent yaratmağı öyrənməlisiniz. İstənilən halda. Yəni bundan qaçış yoxdur. Heç vaxt düşünməyin ki, bu arada onu da deyim ki, kontentə çox belə dırnaqarası baxırlar bəzən ki, kontentdir də, nədir ki, bu nəzəri hissədir ancaq, kontentdə sadəcə nəsə oxuyuruq, nəsə müəllimə qulaq asırıq, belə bir söhbət yoxdur. Əksinə mən deyərdim ki, ən praktiki hissə bizdə kontent hissəsidir. Siz sabah gedib, hansısa bir rəqəmsal marketinq kursuna yazılsanız, məşhur bir kurs olsun ya elə belə bir kurs, sizə hardan başlayacaqlar öyrətməyə? Kontent marketinqindən. İstənilən rəqəmsal marketinq kursuna Azərbaycanda gedin, yazılın. İlk gün, ilk dərs, ilk ay sizə öyrədəcəkləri şey kontent marketinq olacaq. Çünki niyə? Yaza bilərsiniz chatda bu arada. Bəzən belə aramlı danışıram ki, bəlkə kiminsə bir fikri varsa məndən bölüşsün. Bu əlifbadır. Bu sütundur, bu dirəkdir. Kontent marketinqindən baş çıxarmalısan ki, o biri addımlara qalxa biləsən. Yəni bunun bir istisnası yoxdur, onu yaxşı öyrənmək lazımdır. Sonraki addımda gəlir artıq reklamları qəşəng bacarmaq, meta reklamlarının üstünə yaxşı düşmək lazımdır. Çox orada yeniliklər olur. Ona görə elə bir metodla öyrənmək lazımdır ki, yəni 100 dənə yenilik belə gəlsə bundan sonra bu işin təməlini, əlifbasını bil ki, o yeniliklərdən sonra gedib 10 dənə başqa kursda axtarmayasan. Mən həmişə çalışıram ki, dərslərdə də bunu aşılayım. Mən də bizim komandadakı digər müəllimlər də hər zaman bunu aşılamağa çalışmışıq ki, tələbə bir dənə gəlsin, bir dəfəlik öyrənsin, işin əlifbasını, strukturunu bilsin. Artıq nəsə bir yenilik olanda da gedib əlavə kurs axtarmağına falan ehtiyac qalmasın. Adam bu şeyi məntiqli anlayanda ona ehtiyac qalmır. Məsələn, başqa hansı sahələrdə çalışa bilir bu sahəni öyrənənlər? Account manager kimi çalışa bilirlər. Düzdür, bu tam olaraq sosial media menecerinin işini görür deməzdim. Onun əsas işi o əlaqəni tənzimləməkdir. Amma prosesdən gərək başı çıxsın ki, əlaqəni tənzimləyə bilsin. Ümumiləşdirsək, desək ki, tamam, yığ camlaşdır biraz da görək bu sahənin ən əsas istiqamətləri nələrdir? Nə tələb eləyək təlimçimizdən, nə tələb eləyək kursumuzdan və ya nələri tam olaraq bilməliyik ki, bilək ki, mən bir 2 ay, 3 ay getdim kursa, nə vaxt bilim ki, mən tam hazıram. Siz yaxşı bilməlisiniz kontent tərəfini. Yaxşı bilməlisiniz meta reklamlarını. Yaxşı bilməlisiniz artıq indiki 2026-nın tələblərinə görə mobiloqrafiyanı. Mən əvvəllər çox belə düşünmürdüm bunun üzərinə, amma artıq 2026-da bu 100% tələb olunan bir bacarıqdır. Mütləq hər kəs bu şeydən keçməlidir. Tələblərin arasında mütləq yaxşı kontent yazma bacarıqları, reklam vermək bacarığı və mobiloqrafiya bacarıqları tələb olunur. Bu bazarın tələbidir. Yəni bunları bildinsə, artıq vakansiya tələblərini qarşılamış olursan. Rahatlıqla müraciət edə bilirsən. Əvvəllər İlahə xanım dizayn daha çox idi. İndi o biraz artıq o mobiloqrafiya bacarıqları ilə əvəzlənib. Biz bütün bunları birləşdirərək, ümumiyyətlə mən həmişə çalışıram ki, nəsə bir proqram yaradanda da, mən də, bizim komandadakı digər müəllimlər də oturub bir fikirləşirik, iclas edirik ki, biz nə eləyək ki, bu adam bura gəlsin, bir dəfəyə gəlsin, öyrənsin, gedib rahat bir şəkildə işləyə bilsin, qırıq-qırıq olmasın. Yəni elə yer var ki, məsələn, adam reklam istiqamətinə daha yaxşı ixtisaslaşıb, orada kursda 10 dərs reklamda, 2 dərs kontentdir və ya nə bilim 10 dərs kontentdir, 1 dərs reklamdır. Bəzən mən yazırlar, müəllimə mən sizdən qabaq falan yerdə olmuşam, mənə 2 dərsə keçdilər meta reklamlarını və s. Bunlar normaldır. Amma biz çalışırıq ki, prosesi 360 dərəcə aparaq. Yəni bizim proqramda həm content marketinq əlavə edirik, həm meta reklamlar, hamısına da belə yox, belə bilmirəm məni görürsünüz yoxsa yox, vaxt ayırırıq ki, dolu-dolu adam öyrənsin və bitirəndə bilsin ki, konkret mən hazıram artıq işləməyə. Mən burada karyera təliminə qədər keçmişəm, artıq həm özgüvənliyəm, burada praktika da eləmişəm, bacarıqlar formalaşıb, mən rahat şəkildə artıq başlaya bilərəm. Kursu bitirəndən sonra biz həmişə fikirləşirik ki, bir də bu sahə ilə bağlı yaranan da bir mifdir bu. Bu sahəni öyrənirsənsə, deməli sən evdə oturub işləmək üçün öyrənirsən.
Sadəcə budur məqsəd. Yəni kim ki evdən oturub işləmək istəyir, hə gedim sosial media marketinqi öyrənim. Mən bunun biraz yanlış bir anlayış olduğunu düşünürəm. İstənilən halda siz evdən bayıra çıxacaqsınız. İstənilən halda. Yəni full evdə oturum, evdən işləyim söhbəti yoxdur. Hətta istənilən halda siz evdən çıxacaqsınız. Yəni lap freelance iş belə götürmüş olsanız, orada mütəmadi ya sizi çəkilişlərə çağıracaqlar, ya orada prosesə nəzarət üçün çağıracaqlar. Mütləq ki evdən çıxacaqsınız. Mənim tövsiyəm odur ki, məqsədiniz sırf evdən oturub işləmək olmasın bu sahəyə başlamaq üçün. Bəlkə sizə hər yerdə belə deyirlər, bəlkə siz bütün kurs reklamlarında belə eşidirsiniz ki, hə, bu sahənin ən yaxşı tərəfi evdə oturub işləməkdir. Amma mən bununla heç razılaşmıram. O ki, biz hərdən tələbələrlə də dərsdə danışırıq, göstəriləmək, ay müəllimə filan bankın live səhifəsini gördüm, ürəyim getdi onların ofisi üçün. Filan yerin nə bilim, filan yerdə işləyən bir tanışım var, filan böyük şirkətdə. Ayda onlara o qədər belə qəşəng imtiyazlar verirlər ki, iş yerində. Ürəyim gedir də ora üçün. Və siz özünüzü, tutaq ki, bugün adlarınıza bir dənə baxım. İlham. İlham özünü 5 il sonra hansı böyük korporativ şirkətdə görür? Niyə bəlkə siz bundan 5 il sonra Azalın marketinq üzrə baş mütəxəssisi olmayasınız? Baksel şirkətində content marketinqi üzrə aparıcı mütəxəssis olmayasınız? Nə bilim, Azercell şirkətində niyə işləməyəsiniz? Paşa Holdingdə, Paşa Sığortada, Kapital Bankda, yəni hansısa belə arzuladığınız bir şirkət varmı? Siz deyirsiniz ki, nə vaxtsa mən orada işləmək istəyərdim. Hətta chat bölməsinə yazın sizin üçün bir vizual manifesto olsun. Bəlkə 5 il sonra deyəcəksiniz ki, o vaxt bir webinara qoşulmuşdum. Müəllim mənə belə bir sual vermişdi. Mən orada yazmışdım ki, mən Azalda işləmək istəyirəm. Bunun üstündən 5 il keçib və mən həqiqətən Azalda aparıcı mütəxəssis kimi işləyirəm. Bəlkə deyəcəksiniz bunu. Bu qorxulu bir şey də deyil bu arada. Hamı 9-6 deyəndə qorxur. Çox çətin olacaq. Əksinə. Tam əksinə. Komanda ilə işləyəndə biz daha çox inkişaf edirik. Sən biri var tək işləyirsən bütün gün evdə. Səhv eləyəndə sən səhvi düzəldən bir adam yox və ya daha yaxşı inkişaf eləməyin üçün bir tövsiyə verən yox. Məsələn, mən indi işləyirəm dövlət qurumunda 40 nəfər bizim komandada adam var. Hələ gəlir bir də görsən işimə bir mız qoy. Onu düzəlt, buna edit elə. Burada bu yazını dəyişdir. Biraz əsəbləşirəm bəzən düzdür, etiraf eləyim. Amma baxıram ki, adam bunu deyir, haqlıdır ya əslində. Burada falan şey düzdür. Bax mən o tərəfindən baxmamışdım. Ya kimsə gəlir mənə deyir ki, Könül mən tutaq ki 6 il Kapital Bankda işləmişəm. Mən bilirəm ki, falan content falan şeydir. Sən bunu belə eləsən daha yaxşı olacaq. Baxıram ki, düzdür. Mən onu dəyişdim və oradan yaxşı müsbət bir təsir gəldi. Komanda ilə işləmək daha çox şey qatacaq sizə. Yəni kursa sırf onlayn işləmək üçün qaçmayın. Bu istiqamətdə doğrudan karyera qurmaq üçün keçməyinizi tövsiyə edirəm. Gəldiniz tutaq ki, Mil Akademiya öyrəndiniz content marketinqi, meta reklamları, mobilografiya, vəsə. Hardasa lap işə də başladınız tutaq ki, 3 ayda işləyirsiniz hardasa və orada bilirsiniz nə baş verir. Artıq fikirləşir ki, uşaqlar, yox, nəsə boşama elə bil. Gedim hardasa yenə bir kursa yazılım. O hardasa bir yerdə o kursa yazılım sözü də adətən rəqəmsal marketinq kursu olur. Bax, bu böyük bir yanlışdır. Birincisi, müəyyən bir müddət təcrübə toplayıb biz orada bir qərar verməliyik ki, mən hansı istiqamətə daha çox mənə maraqlıdır və ora çox fokuslanmaq istəyirəm. Bu sualın cavabını tapmalıyıq. Adətən o boşluğa düşüb rəqəmsal marketinq kursuna ki yazırıq, onu bir il sonra belə böyük bir səhv olaraq xatırlayır insanlar. Heç orada öyrəndikləri də çox vaxt yadlarında qalmır, çünki sonra düşmürlər üstünə, rəqəmsal marketinq üzrə işlərə müraciət etmirlər. Hardasa 90%, yəni tələbələrində rastlaşdığım böyük bir problemdir. Bunun əvəzinə kursdan sonra, kurs bitdikdən sonra çalışın özünüzü sosial tərəfdən inkişaf elətdirin və ondan başqa da bizim iş tapmaq sürecimiz ki var. Baxın, bu çox önəmli bir məsələdir. Kursu bitirdim, əlimdə sertifikat var. O sertifikat, o kağız parçası heç bir işə yaramır. Heç kim sizdən bugünə qədər bəlkə bir 100 dən müsahibədə olmuşam. Heç kim mənə deməyib ki, Könül xanım, siz buraya yazmısınız falan kursu qurtarmısınız? Açın göstərin görüm o sertifikat. Hanı o sertifikat? Heç bəlkə mən oraya yalandan yazmışam. Soruşan yoxdur ki, ay qız bu göstər görək bu hanı bu sənin sertifikatın, harda getmirsən o kursa? Heç kim baxmır onlara. Amma işə qəbul olma prosesi, kurs bitdi. Ən önəmli məsələ buradır. Kursu bitirdim. İndi salam əleyküm, məzun olmuşam, evdə oturmuşam. Nə edə bilərəm ki, iş həyatına başlayım? Burada artıq özünüzü inkişaf elətdirməyiniz evdə çox önəmlidir. Məsələn, CV-nizi çox yaxşı formada təkmilləşdirməlisiniz. Hətta təcrübəniz olmasa belə, adam var mənə deyir ki, mənim heç bir təcrübəm yoxdur, mən CV-yə nə yazım, elə belə CV-də yox. Buna rəğmən çox yaxşı formada təkmilləşdirməlisiniz. Müsahibə bacarıqlarınızı biz gərək yaxşı inkişaf etdirək. Daima gözünüz axtarışda olmalı təcrübə imkanlarından. Yəni siz evdə oturub sadəcə TikTokda scroll eləyə-eləyə qabağınıza vakansiya elanı çıxmayacaq. Bunun üçün ayrıca vakansiya saytları var, Facebook qrupları var, LinkedIn-də hər gün mənim qabağıma nəsə bir vakansiya çıxır. Hamısında sırası bizim məzunların qrupuna atıram ki, uşaqlar götürsünlər. Portfolyonuzu genişləndirmək üçün çalışmalısınız. Məsələn, content marketinqi kursunu bitirmişsiniz. Artıq əla content yaratmağı bacarırsınız. Bir 100 manatda büdcəmiz var deyəlim ki, bir 100-120 manat deyək də.
Anlaşırıq hansısa bir dizaynerlə, yəni mən junior olsam belə eləyərdim. Danışardım bir dizaynerlə, deyərdim ki, bax qardaşım, mənim qəşəng kontent ideyalarım var. Bu 3 sektora uyğun. Hər sektor üçün sənə 4 dənə kontent ideyası verəcəm. Bunları qəşəng mənim üçün yığ bir yerə. Mən bunları bir prezentasiyaya yığacam. Bu olacaq mənim portfolyom, kontent portfolyom. Sabah gedib bir HR'ın qapısında döyəndə deyəcəm ki, bax, okey, mən ola bilər ki, işləməmişəm, amma öz üzərimdə işləmişəm. Bunlar mənim ideyalarımdır. Yəni mən dizayner qəşəng brief verməyi də bacarıram. Kontent yazmağı da bacarıram. Görsən bax onları formalaşdırmışam. Biz HR-a bu mesajı verdik direkt. Nə etdim mən? Bir kursu bitirib sırası başqa bir kursa yazılmadım. Oturdum, işlədim. Evdə öz üzərimdə bir mini portfolyo yaratdım. Çünki bunları artıq kursda öyrənmişəm. Biz tələbələrə dizaynerdən işləməyi də öyrədirik, kontent yazmağı da öyrədirik, ideya verməyi də öyrədirik. Hamısını artıq orada keçirik, bilir artıq. Üstü qalır bir dənə bunu portfolyolaşdırmaq. O şəkildə artıq gedir HR-ın qabağına. Bunlar çox önəmli şeylərdir. LinkedIn-də mənim dilimə yara çıxdı bu sözü deməkdən ki, LinkedIn-də aktiv olun. Maksimum aktiv olun. Hətta o gün keçən həftə deyəsən bir 10 dəqiqəlik podkast yazmışam, bizim qrupa göndərmişəm uşaqlara ki, baxın, LinkedIn-də necə kontent strategiyası yarada bilərsiniz, nələr paylaşa bilərsiniz. Bunları eləyin ki, sizi çoxlu tanısınlar. Düşünməyin ki, oradan gələn 3-5 posta, like-a görə nə baş verəcək ki, mənim həyatımda? Çox şey baş verir. Hamıya bunu həmişə tövsiyə edirdim, amma təbii ki, heç vaxt özüm LinkedIn-də heç nə paylaşmırdım. Mən də dedim, bu şeytanın bacağını kırım, türklər demiş. 2026 girəndən aktiv şəkildə həftədə 3 dənə LinkedIn-də post girirəm. Və bunun nəticəsində bilirsiniz nə baş verdi? Artıq 3 həftə olacaqdı, 2026 girib. Mənə artıq hardasa bir 3-4 dənə müxtəlif yerlərdən iş təklifi gəlib. Baxmayaraq ki, belə böyük bir orada kütləm yoxdur, elə partlatmıram, postlarıma 500 like gəlmir, 30-100 arası maksimum nəsə bir ora like eləyən bir komment yazan olur. Onun da yarısı mənim öz tələbələrimdir. Amma ona rəğmən yaxşı bir yerə gəlib çatıb. İndi görün bunu siz etsəniz, haralara gəlib çıxarsınız. Nümunədə göstərib sizə. Məsələn, bizim o vaxtki tələbələrin hazırladıqları, mənim sizə bayaq dediyim portfolyo nümunəsi. Baxın, dizaynerə işlədib öz ideyasını. Bu şəkildə dizayner işləyib. Burada alt mətnində yazır. Content kimi baxın. Və bunu işə müraciət artıq mərhələsində CV göndərəndə CV ilə yanaşı bir portfolyo kimi göndərirdi. Praktika məsələsini biz sadəcə kursdan sonraya saxlamırıq. Əvvəllər işlədiyim bir kursda görmüşdüm bu metodikanı. Mən o qədər bəyənmişdim ki, metodikanın adı Flipped Classroom metodudur. Bilmirəm daha öncə eşitmisiniz yoxsa yox. Bu nə deməkdir? Baxın, indi sizə də sual verəcəm. Bir kursa gedəndə, adətən də işdən sonra, axşam saatlarında bizi ən çox yoran şey nə olur? Yəni düşünün, bir kursa gedəndə sizi ən çox yoran şey nə olur? Yəni nə, ay Allah, yenə filan şey olacaq da deyib nəyə yorulursunuz? Məsələn, mənim çox böyük diqqət əksikliyim var. Abituriyent vaxtı hazırlıqlara gedəndə mən heç vaxt müəllimlərə qulaq asa bilmirdim. Maksimum 10 dəqiqə lövhəyə baxırdım, odaqlanırdım, sonrası yoxdur. Sonra otururdum, orada lövhədə dərs izah olunur. Mən burada oturam, özüm üçün onu hardansa oxuyuram. Nəsə bir tapşırıq işləyirəm, nəsə edirəm. Bu mənim böyük problemim idi. Və sonra baxdım ki, əslində problem məndə deyil. Problem metodikadadır. Mən dərsə gəlib 2 saat müəllimə qulaq asmamalıyam. Evə də gəlirdim, evdə də tapşırıq etmək istəmirdim. Kimdə boyda test işləyən? 250 dənə test verirdi biri, 100 dənə test verirdi. Heç o adam deyiləm də, mən evdə oturum tapşırıq işləyim, dərsdə müəllimə qulaq asım. Mənə görə mənim kimi insanlar məncə çoxdur. Aranızda var mənim kimi belə diqqət əksikliyi olanlar, evdə tapşırıq işləməkdən zəhləsi gedənlər? Məncə çox olar. Bütün bunları birləşdirib fikirləşdim ki, biz bunu təlimdə düzəltməliyik. Biz Sovet dövründə qalmamışıq. Biz cəmaata burada rəqəmsal marketinq keçirik, amma Sovet üsulları ilə bu olmamalıdır belə. Nə etdik? Flipped Classroom metoduna keçdik. Yəni gəlirsiniz dərsə, tutaq ki, biz indi dərsdəyik. İndi düzdür, mənə qulaq asırsınız. Webinarda ona eləmək olmurdu, amma dərsdə eləmək olur. Siz dərsə gəlirsiniz, mən danışmıram. Ya da bizim digər müəllimlər danışmırlar. Biz uzaqbaşı bir 10 dəqiqə mövzunun üstündən keçirik. Çünki mövzunun izahını sizə onsuz da video şəklində atmışam 2 gün öncə. Oturub evdə ürəyiniz istəyən vaxt, gecə 3-də müsaitsinizsə, gecə 3-də baxırsınız. Səhər 7-də müsaitsinizsə, səhər 7-də baxırsınız. Zaten 15-20 dəqiqəlik bir videodur. 2x-a qoyanda həmişə deyirəm o uşaqlara 7 dəqiqə olur. Baxırsınız ürəyiniz istəyən vaxt, istəyirsiniz lap 10 dəfə baxın videoyu, təkrarlayın. Dərsə isə gəlirsiniz 10 dəqiqə üstündən keçirik, deyirəm ki, baxın, o videoyu yəqin baxmısınız, orada filan şey vardı. Filan şey var idi və dərsdə başlayırıq tapşırıqlar işləməyə. Deyirəm ki, filan sektor üçün təsəvvür edin ki, siz Oliviyada işləyirsiniz, oturaq bir yerdə, sizə 15 dəqiqə vaxt verirəm, mən də sizdən birlikdə işləyirəm. Hədəf kütlə segmentasiyası yaradaq. Görə kimdə Oliviyanın hədəf kütləsi. Təsəvvür edin ki, orada işləyirsiniz, misal üçün. Yaratdıq bunu, yoxlayırıq, okey, sən yaxşı yazmısan, səndə biraz əski gedir. Elə bil ki, iclas keçiririk, biz dərsdə deyilik. Menecer tapşırıq verdi, sonra iclas edirik. Baxın, bu formatda. Sonra başqa bir tapşırıq. 10 dəqiqə vaxt, yoxladıq, 5 dəqiqə vaxt. Bu şəkildə. Dərsdə artıq o fokuslama problemi qalmır. Zaten oturub tapşırıq işləyirsən, düzdür? Və heç kimin də bəhanəsi qalmır ki, ayda mən tapşırıq işləməyə vaxtım olmayacaq, boş verə pulum gedəcək, kursada gedəcəyəm. Yaxşısı budur, boş vaxtım olanda gedərəm, yazılaram və s. Bu problem də qalmır artıq. Mən elə gəlir ki, çox
bu diqqət əksiliyini və s. yorğunluğu, vaxt azlığını nəzərə alanda ən yaxşı metodika budur. Mən hətta tapşırıqlarımdan bir neçə nümunələr bu dəqiqə siz ekranımda onsuz da görürsüz. Yerləşdirmişəm. Çoxdur məndə belə tapşırıqlar. Çalışıram hamısını maksimum rahat bir formata gətirim. Sağ tərəfdəki tapşırıq kontent tapşırığıdır. Sol tərəfdəki isə bizim meta dərslərində istifadə etdiyimiz tapşırıqlardan biridir. Aha. Və burada da zaten ətraflı siz görürsünüz bizim praktikanı, daha doğrusu metodikanı çalışırıq ki, bir dənə bu məqama çox diqqət edirik hamımız. İş mühitinə uyğun olsun hər şey. Yəni bu adam fikirləşməsin ki, tamam qəşəngdir, öyrəndim, yaxşı idi hər şey, qırmızı diplom aldım, qızıl sertifikat verdilər mənə. Gedib nə edəcəm işdə? Bugün getdim, girdim işə, nə gələcək başıma? Necə tapşırıqlar verəcəklər mənə? Adamın beynində bu suallar olmasın. Yəni bizim hamımızın maksimum hədəfimiz budur. Gəlsin kursda 2 ay adam vaxt sərf eləyir bunu. Burada öyrənsin iş mühitini. Bilsin başına nələr gələcək ki, artıq müsahibəyə də özgüvəndən getsin. Desin ki, mən bilirəm də onsuz da iş strukturunu. Bax mən orada da işləmişəm, bunları bacarıram. Mini bir portfolyom var. Mən sizin üçün ideal namizədəm sözünü belə ürəkdən deyə bilsin. Bunun üçün çalışırıq. Ona görə hər istiqamətini əhatə eləyir yaratdığımız proqramda. Karyera təliminə qədər var ki, artıq orada yəni hər tərəfli biz çalışırıq ki, əmək bazarına yaxşı bir kadr yetişdirək. Və burada bir boşluqdan daha bəhs edəcəm sizə. Biz daha çox texniki bacarıqlarımıza fokuslanırıq. Yəni deyirik ki, gedim reklamları da super öyrənim, falan şeyi də öyrənim, metanın altından girim, üstündən çıxım, bu bəs eləmədi, gedim Google reklamlarını da öyrənim, onu eləyim, bunu eləyim, amma unuduruq bir şeyi. Hamımız unuduruq. Bu bizim sosial bacarıqlarımızdır. Bəzən yumşaq bacarıqlar da deyirlər, soft skills. Amma bütün tələbələrimə həmişə tövsiyə edirəm. Bir müddət ara verirsiniz texniki bacarıqlara, əgər artıq çalışmağa, işləməyə başlamısınızsa. Sosial bacarıqlar, məsələn, təqdimat bacarıqlarını inkişaf etdirmək çox bəzən çox qəşəng bir şey eləyirik işdə. Yəni baxırsan ki, bunu kiməsə göstərsən, maaşını qaldırar adamın, vəzifəsini qaldırarlar. Amma o şeyi təqdim etməyi bacarmırsan. Yəni nəsə bir böyük bir iclasda çıxıb 5 adamın qabağında danışa bilmirsən, işini təqdim edə bilmirsən. Bu çox önəmlidir. Təqdimat bacarıqlarını inkişaf etdirməlisiniz. Nitq bacarıqlarını mütləq şəkildə inkişaf etdirməlisiniz. Bunun artıq o yanı, bu yanı yoxdur. Yəni bir çox belə sosial bacarıqlar var təbii ki, çalışın bunların üstünə düşün. İş həyatı ilə bağlı əsas müsahibə bacarıqları. Bu günə qədər işlədiyim şirkətlərdə bir çox yerdə işə qəbul proseslərini mənə tapşırıblar çox vaxt. Ona görə az-çox bu məqamda təcrübəm var deyə bilirəm ki, juniorlar, təcrübəsi az olanlar müsahibəyə gələndə böyük səhvlər edirlər və hamısında səhvləri ortaqdır. Məsələn, özünüz haqqınızda məlumat verin sualına cəmi 30 saniyə ərzində cavab verirlər. Onu etdiyiniz anda bilin ki, artıq o müsahibədən siz kəsildiniz. Yəni, ilk sualdan artıq siz kəsildiniz. Bir çox təbii ki, belə məqamlar var. Bunları inkişaf elətdirmək mütləqdir. Yaxşı CV hazırlamaq, yaxşı CV-yə malik olmaq mütləqdir. Dünən, yoxsa gün idi, yoxsa bilmirəm, bir tələbəm göndərib mənə öz CV-sini ki, mən ona baxım, review edim. Qiymətləndirmək deyək də. Baxıram ki, qızın 2 dənə agentlikdə səhv etmirəmsə, təcrübəsi falan da var, kurs da bitirib. Amma CV-yə baxırsan, sosial media marketinqinə dair demək olar heç nə yoxdur. Dolu CV-dir, nə qədər orada yazılar falanlar, amma yəni mən o qızı tanımasam deyərəm ki, bunun heç təcrübəsi zad yoxdur. Bu nədir? Heç nə yoxdur axı bu CV-də. Ona uzun bir səs göndərdim, dedim falan şey düzəlt, ora bunu yaz, təcrübəni orada qabart. Vəzifə öhdəliklərini yaz, kursda öyrəndiklərini şişir. Deyirəm, ay qız 3 ay kursa gəlmisən, o boyda şey öyrənmisən. Bunları qəşəng yaz, siyahılaşdır orada. Qoy bunu açıb baxan adam desin, ay bu qız nə qəşəng hər şey bilir. Tam bizə lazım olan adamdır. Bunları düzəltdikdən sonra artıq əminəm ki, onun bundan sonraki işə qəbul müraciətlərinə də çox müsbət təsir edəcək. Bunları da boş yerə demirəm və çalışıram nəinki təlim ərzində. Ümumiyyətlə mən də bütün təlimçilər də bizdə dərslərdən sonra da bu məsələlərin üzərinə çox düşürük. Mən davamlı bizim məzunların qruplarına podkastlar göndərirəm bundan bağlı. Baxın, düzgün CV nümunələri belə olmalıdır. LinkedIn-də bu şəkildə strategiya qurmalısınız. Bizim proqramın sırf bir dərsi, hətta bəlkə ola bilsin ki, yaxın zamanlarda artıq biz bir yox, 2 dərs bu məsələ üçün ayıraq. Düzgün CV hazırlanması, müsahibədə ən çox verilən sualları bölüşürük onlarla, STAR metodu ilə necə cavablandırmaq lazımdır, LinkedIn-də necə düzgün kontent strategiyası yaratmaq lazımdır kursdan sonra paylaşımlar üçün. Bunlar çox önəmlidir. Yəni bir akademiyanı bitirmək, akademiyadan bəhs ediriksə əgər həqiqətən sadəcə texniki bilikləri öyrənib getmək olmamalıdır məncə. Yəni bu deyil. Sən ora əmək bazarına tam hazır kadr kimi artıq yetişirsən. Mənim bir listim var, hardakı hazır CV şablonları yaratmışam. Onu birbaşa göndərirəm uşaqlara, deyirəm ki, əlavə oturub nəsə dizayn eləməyinizə belə ehtiyac yoxdur. Sadəcə sizə öyrətdiyim strukturla məlumatlarınızı doldurursunuz, olur sizin hazır CV-niz. Hətta çox vaxt biz axırıncı dərsdə tapşırıram ki, qəşəng ağ köynəklə falan gəlir. Buradaca CV üçün qəşəng şəklimizi də çəkək.
Hazır gedin də, day buradan nə istəyirsiniz? Müsahibəyə hazırlaşırıq birlikdə. Bəzən yenə deyirəm, bizim kursdan sonra heç uşaqlarla əlaqəmiz bitmir. Mənə yazırlar, zəng eləyirlər ki, müəllimə qapının ağzındayam, biraz da müsahibəyə girəcəm. Biraz mənə motivasiya verin. Mənə necə suallar verə bilərlər? Gəlin sizinlə 5 dəqiqənin ərzində hazırlaşaq. Bunlar çox önəmlidir. Yəni siz bir kursda sadəcə bir sahə haqqında nəsə öyrənmirsiniz. Həmçinin az öncə də dediyim kimi əmək bazarına hazır bir kadr olaraq yetişirsiniz. Bu çox önəmlidir. Bir də bu da səhvlərdən biri. Səhv deməyərdim. Sadəcə bəlkə mənim özümdə də zaman-zaman olub. Açıram hərdən bloqda gələn mesajlara baxıram. Kimsə yazır ki, müəllimə dərslər haqqında, tutaq ki, filan proqram haqqında məlumat ala bilərəm. Cavab yazmaq istəyəndə biraz yuxarı qalxıram. Görürəm mən bu adamla axı birinci dəfə deyil danışıram. Qabaq nə qədər görürəm ki, xanım məni 2 ildir izləyir. Çox var belə кейslər. 2 ildir təsəvvür eləyin, izləyir. 2 il ərzində də hər 2-3 aydan bir yazıb proqramlar haqqında məlumat istəyib. Hər 2-3 aydan bir. Hətta bir dəfə fikir verdim ki, 2 il əvvəl yazanda soruşduğu qiymət belə indiki qiymət arasında nə qədər fərq var, proqram necə dəyişib. Özümə belə şey oldum ki, gör necə inkişaf elətdirmişik və biraz da pis oldum ki, bu adam 2 il öncə o qərarı verib başlasaydı, indi artıq ən azından lap 2 il olmasa belə 1 il təcrübəli bir mütəxəssis olacaqdı. Kiçik mütəxəssis olacaqdı 1 il təcrübəli. İndi Allah bilir hansısa bir şirkətdə çalışırdı. Amma 2 il boyunca sadəcə hələ də qərar verə bilməyib, ya yanlış bir yönləndirməyə gedib, ya hələ də düşünür ki, görəsən başlayımmı, görəsən gedimmi. Belə biz əslində çox vaxt itiririk. Bəlkə ən mükəmməlini axtarırıq, bilmirəm. 2 il bu arada bizə uzun müddət kimi, bəlkə mən dildə deyəndə uzun müddət kimi səslənir, amma çox artıq sürətlə axır zaman. Siz bir də baxacaqsınız ki, 2 il keçib, bəlkə artıq çoxlarınız bu təlimi bitirib 2 ildən sonra mütəxəssis olacaqsınız. Bəlkə aranızdan hələ də bir çoxları bu 2 il ərzində hələ də axtarışda olacaq. Amma çalışın, nəyi seçirsinizsə seçin, elə bir variantı götürün ki, o, bilmirəm, bəlkə bu sadəcə mənim prinsipimdir, hər tərəfli olsun. Bir yer, bir məkanda hər şeyi tam şəkildə öyrənəsiniz, tam hazır olmağa fokuslanın. Yəni, əmək bazarına mən bütün bacarıqlarımdan tam hazır şəkildə başlayın. İnanıram ki, hamınız bugün, sabah açıb YouTube-da, Udemy-də o qədər platforma var ki, meta reklamlarını da öyrənərsiniz, yaxşı kontent yaratmağı da öyrənərsiniz. Bəlkə məndən də yaxşı bir, orada çox bilən bir adamdan tapıb və ya Royaldan, Nəzrindən, hamısından yaxşısını taparsınız. Amma biz niyə yerli bazarda kurslara gedirik, müraciət edirik? Ona görə ki, bu adam mənə təcrübəsini ötürür. Bu adam tutaq ki, mən indi 2 il olacaq da dövlət qurumunda çalışıram. Biz MyGov-la işləyirik, Azərbaycan Kiber Təhlükəsizlik Mərkəzi ilə işləyirik, Azərbaycan İnnovasiya Mərkəzi ilə işləyirik. Oradan hansısa bir кейsi gəlirəm sizlə bölüşürəm ki, uşaqlar biz MyGov-da falan bir strategiyadan istifadə elədik kontent yaradanda. Məsələn, o bizə falan şey verdi. Azərbaycan bazarından gəlir sizə bəhs edir. Öz təcrübəsini bölüşür. Ona görə YouTube-dakı dərslərlə biz müqayisədə həmişə deyirik ki, yox, o yerli təlimçidən, təcrübəsi olan bir adamdan gedim nəsə öyrənim. İş tapa biləcəmmi ən böyük qorxum buydu. Əgər az öncə dediklərimin üstünə düşsəniz, məsələn, yaxşı CV-niz olsa, müsahibə bacarıqlarınızı inkişaf elətdirsəniz, sonra keçdiyiniz hissələrə aid kiçik bir portfolio kimi təqdim edəcəyiniz bir iş olsa əlinizdə, bu zaman bu qorxu artıq aradan qalxacaq. Bizim nə vaxt qorxumuz yaranır? Çünki mənim əlimdə əllə tutulacaq bir şey yoxdur və mən özümdən əmin deyiləm. Gedəcəyim yerdə başıma nə gələcək bilmirəm. O müsahibədə başıma nə gələcək bilmirəm. İşə başlayandan sonra nələr olacaq və mən o öhdəsindən gələ biləcəyimi bilməyəndə biz qorxuruq. Bizdə qorxu yaradan şey belirsizlikdir. Belirsizlik aradan qalxan kimi o qorxu hər zaman yox olur. Instagramda kəşfiyyata düşməməyin səbəbi məzmun. Yaxşı kontent yaratmalısınız. Məsələn, mən hal-hazırda bir hüquq sahəsindən bir mütəxəssislə əməkdaşlıq edirəm. O sosial media hesablarını göstərərəm. Bizim 2000 nə qədərsə izləyicisi var. TikTokda bir 3000-ə yaxın izləyicisi var. Bir ayda o qədər böyük nəticə almışıq ki, məsələn, TikTokda bir neçə videosu artıq 50 mindən, 100 mindən yuxarı izləmələr alıb, Instagramda tez-tez kəşfiyyata düşür. Hətta mənə deyir ki, indi özünün bu sahə ilə bağlı çox anlayışı yoxdur deyə bəzən yazır ki, "Gönül, bəlkə sən nəsə bot vurursan onlara, bəlkə məni aldadırsan." Nə mümkün deyil axı. Biz necə kəşfiyyata düşürük? Mənim niyə videomu izləsin axı bu qədər adam? 100 min izlənmə alıb videosu. Özü də inanmır, şokdadır ki, mən daha öncə belə bir şey görməmişəm. Deyirəm, niyə elə deyirsiniz ki, biz qəşəng kontent yaratmışıq, bütün o şeylərdən mən bütün tuşlara basmışam, artıq mümkün deyil ki, biz kəşfiyyata düşməyək. Kurs bitdi, biz nəyə əlavə edək ki, portfolio, CV və təcrübə olaraq yaza bilirik. Adətən tövsiyə edirəm ki, uşaqlara, məsələn, çalışın müəyyən bir sektorlar seçin, tutaq ki, hansısa bir, nə deyim, dil kursu. Seçirsiniz bir dil kursu və məşhur olması bir üstünlükdür. Çünki qabağınızda olan HR da, müsahibədəki marketinq mütəxəssisi də artıq məlumatı olan bir yer olacaq da. Onun üçün qəşəng bir prezentasiya hazırlayın. Biz dərsdə adətən kontent mövzusunda çox keçirik onu. Araşdırma edib yaza bilərsiniz. Bu kurs üçün mən hədəf kütlə segmentasiyası olaraq bunları təyin etdim. Bunlar üçün ideya bankı yaratdım. Belə 5 dənə kontent ideyası tutaq ki, formalaşdırdım, ssenari yazdım. Yəni bir növ bizim kontent modulunda keçdiyimiz bütün başlıqları Aytaç xanım biz bunları sizdən keçmişik. Onları əlavə edəcəyiniz bir prezentasiya hazırlayırsınız. Məsələn, bu artıq sizin hətta bir portfolyonuz sayılır. Burada əsas məsələ qarşı tərəfə bildiyini göstərməkdir. Önəmli olan budur.
Adam baxsın desin ki, bu insan araşdırmağı bacarır. Bu insan ssenari yazmağı bacarır. Bu insan hədəf kütləni ayırmağı bilir. İdeya bankı formalaşdırmağı bacarır. Burada əsas önəmli olan məqam budur. Növbəti webinarda görüşənədək.